Soy Production'ın təqdimatında Bakselin baş sponsorluğu ilə 3 bacı serialı başladı. Sponsorlar: Min Bərəkət Halal Nemət, Jale Şirələri, Ülkər Ticarət Markası. Çıxış edin, dünya artisti Səadət Salahova. Alkışlarınızla. Yenə o bağ olaydı. Yenə yığışaraq siz o bağa köçəydiniz. Biz də muradımızca fələkdən kəmal aydıq, sizə qonşu olaydıq. Yenə o bağ olaydı. Səni tez-tez görəydim, qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham yazaydım səhər, axşam. Arzuya bax sevgilim. Tellərindən incə. Söylə, ürəyincə. O nə boyda soqdeli alıbsan? İndi o boyda soxcun, stəkan lazımdır filan ki, töksün həmu içsin. Balacasını alaydın hərəmizə birini. Çəkəydik başımıza, içəydik, qutarıb gedəydi. Market evin altındadır da. Düşəydin alaydın da, Səadət. Bu istələri bir mən düşmüşəm. Ürəyim yanır. Yandım az. Derin biberləri sapa keçirim ki, qışa hazırlıqda. Nə da çatda deyib bax. Xala tərinə yapışıb, istədən öldüm. Bu nə? Uy! Sən alıbsan ha, sağ olayım. Ciyərim yanırdı. Deyirəm, bəlkə dənizə gedək. Sənin bir qurtumun 1 litrdir. Ciyərim yanırdı da. Amma qabaq xoşuma gəldi. Tənək yarpağı qışa hazırlıq. Hələ şey yoxdur. Deyib, bunun qapağını deşəcəm, eyvandakı gülləri sulayacam. Az nə var ha? Deyəsən biz qapaqdan Fransız 2 nəfərin səyahət tutduq. Həvəsləndik bir gün gəldik çıxdıq. Biz 3 bacı böyük şəhərə. Burada çoxlu yeni dostlar tapdıq. Ümidləndik aydın səhər. Sevinç təcrübə əsir. Yemək xoşbəxtim pəhrizi. Bir qonşuların da hər biri Səadət səhnə dərsidir. Çöldə, işdə, evdə firavanıq hər məqamda biz çox mehribanıq. Qonşularla xoşbəxt dolanırıq. Evdə yola getməsək də biz üç bacılar. Bax, hər kəs bunu bilir. Hər tərəfdən min bir söhbət gedir. Kimsə təsdir, kimsə yola gedir. Baxın, sevin, gülün, gəldik üç bacılar. Harada qaldı? Səadət! Gəl çıxdı Əlbüz. Otu görək. Biz qərarlaşdırmalıyıq da, qərarlaşdırmalıyıq ki, o qapağın içindən çıxan 2 nəfəri səyahətlə Fransaya kim getsin? Sən, yoxsa məndən Mərdan? Mən təklif edirəm ki, xoşbəxt bizim böyük bacımız da, düzdür Səadət. Və böyük bacımız olduğu üçün
istəyirəm ki, bu səyahətə Mərdana sən gedəsən. Düzdür, siz mənə böyük bacı kimi təklif elədiniz. Təbii ki, mən də getməyi istəyərdim, amma fikirləşirəm ki, sən nişanlısan. Niyə sən getməyəsən ki? Alır qoltuğuna Tarık'ı get də uç özün üçün Fransaya 3 külliyə çıx, küllədən düş. Mən onsuz da uça bilmirəm, çünki Mərdanın uçanda ürəyi bulandı samolyotda. Əslində gedirəm, xoşbəxt. Amma ki, olsa biz toydan sonra bal ayında Tarık'la hər hansı bir xarici ölkəyə gedəcəyik də. Ən azından Türkiyə qaynanamgilə gedə bilərik. Amma yoxdur xoşbəxt, sən böyük bacısan, səndən sonra indi sən istəmirsənsə, təbii ki, səndən sonra Səadət var. Biz ona təklif eləməliyik ki, Səadət, əgər sən istəyirsənsə, təbii ki, heç kəs səni məcbur eləmir. Əlbəttə. İstəyirsənsə, Vüsaldan Fransaya gedə bilərsən, gözəl də fransız xanımları kimi də bəzənmisən də. Pardon. Comment novel was. Mən Fransaya getmək üçün belə bəzənib düzənməmişəm. Əslində mən Fransa kültür və ətərlərinin vurğunuyam. Belə qalsa, mən ürəyim nə vaxt istəsə, Vüsal məni Fransaya aparar. Mən Fransaya getmək üçün belə bəzənib düzənmədim. Belə baxanda. Mən qərar alıram. İcazə verin bir böyük bacı kimi mən sizə öz qərarımı deyim. Böyük bacı demədiniz mənə. Bir böyük bacı kimi mənim sözüm sizə qanundur. Mən fikirləşirəm ki, bu qapaqdan çıxan 2 nəfərlik səyahətə sən yox. Çünki əvvəl axı sən Türkiyə gedəsən də, elə orada səyahətini eləyə bilərsən. Mənim əziz, gözəl, fransız bacım olan Səadət də yox. Çünki onu hara istəsə Vüsal apara bilər, lap dünyanın o başına. Təbii ki, bu səyahətə mən və Mərdan getməlidir. Çünki bizim romantikaya çox böyük ehtiyacımız var. Biz orada Eyfel qülləsinə çıxıb böyük bir romantik aşk yaşamaq istəyirik. Əziz bacılarım, inciməyin, bu səyahətə Mərdanla mən gedirəm. Təsəvvür elədi, oradadır, mən burada durmuşam belə. Orada mənə gül atırmaya yenə də belə durmuşam. Çox heyecanlandım, çox. Bax, xoşbəxt. Çox sağ ol. İnanırsan, bayaqda sən danışırsan, mənə indi çatırır sizin sözləriniz, inanırsınız qızlar. Düz deyirsiniz də qızlar. Yeri gələndə bu səyahətə biz getməliyik Tarık'la. Niyə? Çünki biz Tarık'la nişanlıyıq. Çünki mənim barmağımda üzüyü var sizdən fərqli olaraq. Ona görə də biz nişanlı olduğumuz üçün biz hal-hazırda ən belə romantik hissləri yaşayırıq. Çünki nişanlı dövründə ən romantikan belə ən bik nöqtəsidir də. Paris də sevgililər şəhəridir, düzdür? Ona görə də təbii ki, Fransa mən nişanlıma, yəni Tarık'la getməliyəm. Bonjour, madame, mademoiselle. Je demandais. Pomadam yayılmayıb ki. Ne. Bayaqları siz təklif elədiniz Fransaya mən gedim. Çünki fransız xanımlarına çox oxşuyur mən. Düşünürəm ki, Fransaya getməyə ən layiqli namizəd mənəm. Deyirəm ki, bizə nə olur, biz cütlüyək elə, biz rahatlıqla gedə bilərik, məncə. Az bayaqdan sizə dinləmirəm, siz uçubsuz ha Fransaya. Dedim ki, Fransaya, Mərdanla mən gedəcəm. Всё, başa düşdünüz? Je ne sais pas pourquoi. Başa düşmədim, niyə? Necə gəlin, niyə? Ona görə ki, mənim çox böyük ehtiyacım var romantikaya. Sen başistəyirsən, mən başa düşməmişəm, başqa bu səsimə şüşnamə qoymuşam, ha? Məsələn, başa düşməmişəm. Bir dəqiqə. Nə deyirsən? Fransa
Fransa'dan okudumsa? Fransız okudumsa? Soku Fransa'da olmuşsan. Sevinç, mən sənin başa düşə bilmirəm. Sənin danışığında nəsə qüsur var. Get danışığındakı qüsuru düzəlt, sonra mən. Nə? Doğrudan? Nə olub Sədətin mənim? Sevinç, sok qapağından Fransaya səyahət edib. Demin. Son zamanlar cəmaat yaman bu sok qapaqlarını oturur. Mənim bacım qızı. Sokun qapağını açıb, udub. Fransaya səyahət edib? Yox, eləcə qapağı udub. Apardıq çöpçüyə. Çöpçü uşağın ağzından qapağı güc bəla ilə çıxartdı. Hələ üstəlik çöpçüyə bir Fransa səyahətinin pulunu verdilər. Sən boş-boş danışma. Gəl bu pulu, get mənim üçün o sokdan nə düşürsə o qədər al gətir. Mən Fransaya səyahət udmalıyam sokun qapağından. Saçımı bırakın da. Sen bizim saçımızı bırak gir, biz de senin saçını bırakaq da. Kapağı buna verəsin, Fransaya Merdan hemen gideceğim. Yaxın gəlməyin. Yoxsa qapağı udacağam. Sakitleş. Sakitleş. Qapağı ver mənə. Mən Fransaya gedəndə sənə fransız ətirlər gətirəcəm. Yavdət, dedim yaxın gəlməyin. Yoxsa udacağam. Az değil yakın gelme, eşitmişsən. Gene utsun. Az bir bırak. Namərd. Adamı arxadan vurmazlar. Uydu. Kabak bendedir. Kabak bendedir. Kabak bendedir. Oradasın Merdan. Kapak. Me. Kapak. Me. Merdan. Alo. Alo Merdan. Kapak bendedir. Kapak. Merdan bilirsən nə olub? Sevinç. Yox. Deyəsən Saadət idi. İkisi də. Ne be? Sən verdə qapağı. Xeyr ola. Sən Fransaya getməlisən. Yaxşı Saadət. Sən sakitləş, yaxşı. Özü ələ al. Mən sakitəm. Yaxşı. Gəl belə eləyək Saadət. Gəl bu qapağı qoyaq neytral bir yerə. O vaxta qədər ki, hava müəyyən oldu ki, kim gedəcək Fransaya, onu götürərik. Hələlik neytral yerdə qalsın. Okey. Gəl bir eləyək. Mən qoyuram onu neytral bir yerə. Xəbərimiz olmur. Nə sənin, nə mənim. Usta hara düşsə ev içində olacaq da. Axtarıb tapacağıq onu. Okey? Gözlərini yum. Mən də yumacam. Fırlanıb atacam. Yum da gözünü. Marif. Nedir ki boş? Marif, vaziyette dayanma. Gel içeriye, iğneni vurun. Hadi kişi burada işle meşguldü da. Kişi işiyle. Sen? Attım. Ha? İndi ne sənin xəbərin var? Ne mənim xəbərim var. Okay. Oldu? Oldu. Okey.
Ay seni. Senin işlerini görürəm də mən, neyniyim? Ay. Gübüş, devaya iğnəni vur. Halım pis olub, belə tenge nəfəs oldum nəsə. Sən axır vaxtlar heç özünə baxmırsan, Marif. Belə olmaz. Sən mənə söz vermişdin ki, biz Yisintkiyə gedəcəyik, hə? Bax, mən də sumkamı gətirmişəm, qırqızılım da içində. Gübüş, mənim vaxtım var. Qaşımağa vaxtım yoxdur, başımın gözümü də. Reis gidib Amerikaya. Этот участковый gidib Antalya'ya. Yayıb özünü orada qaraldır müxtəlif yerlərini orada. İndi mən də gedim, kim nəzarət edəcək buralara? Hə? Marif, mən heç nə bilmirəm. Dur ayağa, dur. Biz bu günləri gedirik Yisintkiyə və salın. Dur, aç ayağını. Dur ayağa. Hazırsan. Hazıram, da ver. Sen de gönder üzümü də. Bir dənə ora qalmışdı görünməməyə şey. Yavaş, ay kızım. Biraz yukarı kaldır, çabuk. Kaldır. Biraz da kaldır ya. Ay sana. Marif, çaştırma da beni. Sol, biraz sağdan. Ay kız sağ solumu tanımırsan sen. Oradan götürsen. Oldu olmadı ay gübür. Niye şunu bakar mısın? Birilerine ne diyesin? Allah'ım. Bilirəm, baksin hər yerdə tutur. Mən səni tuta bilmirəm. İşte. Baş sponsor Baksel. Sponsorlar Min Bərəkət Halal Nemət, Jalə Şirələri, Ülkər Ticarət Markası. Derdin Gübüş, bir yere sen ne kadar o iğneni sokursan. İğne yere. Marif. Kulak sen voyenli ders geçipler sizde mektepte. Metka ile de Marif. Marif, mənim sənə gəlib gündə iğnə vurmağımla olmaz. Sən gərək liçeni keçəsən. Yüreğin yanır ha mənə. Конечно. Yediydirsən Yisintkiyə. Marif, yoxsa da. Ya şimdi sen vuram görüm çöpka neçi yedi. Marif, yaxşı. Onda bax. Bu nedir bu böyle parıldayır burada? Ha, bu. Marif, bax, bu mənim qırqızılımdır. Bu da Yisintki sularıdır. Ha, ne olursa. Almışam ki orada içək. Güzel hıslısın sen. Yisintki'nin özüne gedireyim. Buradan oraya su taşıyacağım. Allah güldürsün de beni. Marif, слушай меня. Bax, Yisintki suyu yaxşı deyil. Əsl Yisintki suyu Bakıdadır. Ona görə almışam ki orada içək. Bildin? Ona görə mən burada su almışam. Yaxşı. Mən gedib hazırlaşım. Sen de bu sumkada muğayet ol gene. Qırqızılın içindədir. Ну давай da gedəcəksin. Hanı təzə qonşu? Deyə gəldi. Ay, haradaydın? Qoy bir nəfəsimi dərim də. Dər, qızlar. Elə indicə şəhərdən gəlirəm. Hər yerdə kampaniya keçirirlər. Nə bilim, ütü alana, bir dənə paltar yuyan maşın hədiyyə, 4 dənə təkər alana, avtomobil hədiyyə, 60 kvadratlıq aboy alana, bir otaqlı ev hədiyyə. Hər şeydə bir kampaniya var. Niyə gülürsünüz? Çünki sən fil qulağında yatmışsan. İndi hamı öz işini kampaniyalarla görür də. Doğrudan. O qonşumuz yoxdur o binada, Sara. 3 dənə qızı var idi axı. 3-ünü də ərə vermək istəyirdi. Axırda məcbur oldu. Kampaniya təşkil elədi. Nə kampaniya? Elan elədi ki, 40 yaşında qızını alana 3 otaqlı mənzil verir. 35 yaşında qızını alana bir maşın verir. 30 yaşında qızını alana Bodruma səyahət paketi. Bəs axırı? Axırı da ki,
3 otaqlı mənzillə maşın uduldu. Qaldı Bodruma hədiyyə paketi. Hə. Onun da bir ay vaxtı var. Uduldu. Udulmadı. Sara xanım deyir ki, bu kampaniyanı 1 il müddətində uzadacaq. Ay Xədicə, gülür sənincə, nəğmə qoşulmuşam sənə, kaş olar ürəyincə. Ayma, privyet qızlar, necəsiniz? Can qənimət. Ayma, bazardan Ayma. Bir isti var, inansız gün deşdi başımı. Ayma, kampanya keçirdilər bazarda. 1 kilo gilas alana 1 kilo peso. Mama qurban, Can. biz bu yaxınlarda varinə pişirmişdin. Gene varinə pişirirsən? Nə olsun Ayma, pişirmişdim. Bütün səydələrin canından iraq olsun. Dəngül gəlinin yoxdur səydə, canına azlar olmuş. Ayma, bir tas varenanı deyinən bunun qol məğləbəsi necə yedi? Qarışqa vareni daraşan kimi. Məndə dərman var, qarışqa için. Tökürsən o saat qırılırlar. Qarışqa yox idi, orada söz məsəli deyirəm indi. O bizdə qarışqa olmur. Fikir vermə. Ona görə indi zəng elədilər ki, nə olar ay qənimət, bizim üçün yenə bir tas vareni pişirginən. Heç anası üçün pişirməz ha. Ayma, yaxşı da, 2 il bundan qabaq pişirdiyim varenelər var Ayma. Qapağı atmasa verəcəyəm çayla içərsən. Yaxşı da üz vurmadı. 2 illik varenə təklif et, buna bax. Ayma, neynim indi bunlar üçün pişirməyəcəm, olacağım pis. Arıyı düşəcək qanqada. Sonra gəl deyəm bunların qabaqlarında. Neysə, mənə sözün. Götdə da nə deyim, sözüm yoxdur da sənə. 2 illik varenə təklif eləyir anasını. Can, nə bal ana? Can! Gəl, Yox. Balamdır da, balamdır. Yox, getirərsən anın üçün onu, yiyərəm sənin xətrimə. Salam. Salam. Başda bu 3-cü binadır. Bəli. Macif kişi burada olur. 3-cü mərtəbə orta qapı. 3-cü mərtəbə orta qapı. Çox sağ ol. Təşəkkürlər. Buyurun. Az durun da, gedin görün nöş gəlib. İndi dura. Yox, sabah. İndi də nöş göndərsən onda. Durun da. Pis eləyin. Ay qız gəl. Gəl. Ayda. Bəxtəvər xoşbəxt. Fransaya səyahət udub. Özü də qapaqdan. Bilmək olmaz, bəlkə mənim də bəxtim gətirdi. Bəxtinizi bir daha sınayım. Sınayım da. Bir daha sınayım. Atalar 3-dən deyib. Onsuz da mənim bəxtim gətirmir belə şeylərdə. Orada. Hə. Balam, bir dəqiqə deyən, gözlə bir dənə. Salam xanım. Mən sizə toy üçün tort sifariş vermişdim. Üstünə də yazdırmışdım ki, Tural, Ayka xoşbaxt olun. Aha, hazırdır. Xanım, olar oradan Turalın adını siləsiz. Əvəzinə nə yazın? Bir dəqiqə gözləyin deyəcəm. Alo. Balam. Deyirəm 20 dəqiqədir biz danışırıq. Heç sən mənə demirsən axı sənin adın nədir? Müşfiq, mamam gəlib götürəcək, yaxşı? Hə. Ənvə nə giyimsən? Gəlirəm. Hə, gözlə gəlirəm. Hə. Hə. Yaxşı. Bəlkə mən bəxtimi bir də sınayım. Düz yarım saat dağılırsan Səadət. Cavab da vermirsən ki, nə olur? Tapmaca tapım indi. Mən ölmək istəyirəm. Yaşamaq istəmirəm. Sən nə dığında danışırsan ki? Milyonu Azərbaycanca elə də. Sən fransız dilində bilmirsən? Mən fransız dilində bilirəm, sən fransız dilində danışmırsan.
Yaxşı. Bugündən etibarən nə xoşbəxt var, nə də sevinc. Deyirsən, xoşbəxtlə sevincə nə olub? Dünən gecə onları dəfn elədim. Şokdayım. Sən gecə vaxtı qəbristanlıqda nə iş görürdün? Sağ evdəydim. Bilirəm, gecə vaxtı qəbristanlıqda nə iş görürdün? Mən evdəydim gecə. Onlar da sağdılar. Onlar mənim üçün belə ölüblər. Dincəl, sakitləş, uspakoysa. Əynivə xalatıvı giy, ayağını siz suya qoy, çayını iç, dincəl. Неужели? Вот. Ellerini yaktı kız, ay kaşı gözü kara kız, ay ay ay. Muş olsun sağ ol. Senin saçların ne kadar güzel olmuş ya. Hangi salonda yaptırdın? Türkiye'de de moda biliyor musun bu? Xoşbəxt eləyib. Ne? Gerçekten mi? Hoşbektim, böyle yetenekleri de mi var? Helal olsun ona ya. Ya Tarık, biz xoşbəxtlə dalaşmışıq. Dalaştınız mı? Ya bak ne diyeceğim. Türkiye'de bu tarz saç stili moda ya. Annem de bu saçı çok seviyor. Belki düğünümüzde de yaparız bunu ha? Ne dersin? Səhv mi? Tamam Tarık. Düyünümüzdə də xoşbəxtlə dalaşaram. Xoşbəxt yolar məni. Mən dəhlə saçla gələrəm, mamanın xoşuna gələr. Afiyet olsun Tarık. Kara kız, ay kaşı gözü kara kız, gel eyle derde çara kız, ay kaşı gözü kara kız. Ben aşıkam halına. İstedadı beşiğdəcə boğmaq, bax buna deyirlər. Oy, böyük bacıların üstündə pişik kimi cumub çıxmaqladılar. Qoyunlar gəlsin, onlara pişiklə ağaca dırmaşdıracağım. Əsəbləşmə, xoşbəxt. Sən Allah əsəbləşmə. Sən əsəbləşəndə sənin gözünə heç nə görsənmir. Əsəbləşərsən, vurub eləyərsən onları, gedib düşərsən türməyə, xoşbəxt. Mən də bu ayrılığa dözə bilmərəm. Gedib başqası ilə evlənərəm. Sən türmədən çıxanda xəbər tutub gəlib arvadımı öldürərsən. Balalarımı yetim qoyarsan, xoşbəxt. Xoşbəxt, qurban olun, balalarımı yetim qoyma mənim. Xoşbəxt, xahiş edirəm səndən. Mənim balalarımı yetim qoyma, ay xoşbəxt. Mərdan! Balalarım yazıqdır. Niyə yetim qoyursan onları, ay xoşbəxt? Xahiş edirəm. Mərdan! 2 saat bacılarımla saçlaşdım, başım ağrımadı. Sən nəsə danışdın, burada başım ağrıdı. Xahiş edirəm, əsəbləşmə, xoşbəxt. Üfür üzümü, özündən gedirəm. Püf. 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 Soğan yiyibsən? Qatıq içmişəm. Aa, üfür. Püf. Hə, yox. Çox sağ ol.
Yox, sok qapağından heç nə çıxmadı. İndi deyirəm, bəxtimi bunda sınayım. Yox, banın içini soğuk. Aha, gözdə neysə olsa deyəcəm. Bəlkə bundan bir şey çıxdı. Olmadı. Geç içeri. Buxardan çıxdı. Gel. Git. Sağ ol. Eyləş. Sağ ol. Sen benim dostumsan. Hə, bilirəm. Seni görəndə Brejnevli vaxtlarım yadıma düşdü. Senin əsl adın neydi? Yadımdan çıxıb. Məni? Xosrov. Amma sənin adın mənim yadımda yaxşı qalıb. Marif. Xosrov yadıma düşdü. Xosrov yadıma düşdü. Haradaydın sen bu vaxtacan ay Xosrov? Ne kadar seni mən axtardım. Rusya kanalında Jdi Меня передачası var ha. Oracan gedib çıxdım ben. Sen öyləsən. Seni qəbrə qoyum yalan deyirəmsə. Ay Marif. Sen bilmirsən mənim başıma nə oyunlar, nə zülümlər gəldi. Hansı vicdansız köpək olursa məni şərlədi ki, güya mən cəmaatla görüşüb öpüşəndə Brejnev kimi öpüşürəm. Onu parodiya eləyirəm. Mənə də tutub sürgün elədilər Sibirə. Hey Marif, bilmirsən başım nə zülümlər çəkib. Deməli Xosrov elə bilmir. Onu Sibirə mən göndərmişəm. Mən də elə bilirdim bu bilir. Gəlib məndən qısas almağa. Lap yaxşı eləmişəm. Qız Xosrov bilmirdi ki, Kübraya sevgi məktubu göndərəndə mən də bir dənə məktub yazıb onu sürgünə göndərəcəyəm. Ay Xosrov, sen heç nədən şərə düşmüsən? Gör, dünyada nə qədər şərəfsiz, ləyaqətsiz, alçaq insanlar var. Söy özünü Marif, söy. Güya mən bilmirəm ki, o vaxt məni sən şərləyib Sibirə göndərdin. İş verən köpək oğlu. Marifcan, düz deyirsən. O məni şərləyən vicdansız köpək oğlu var ha. Onu görüm. Allah belası. Hadi dur öpüşeye senden, dur. Gene? Dur öpüşeye. Gel benim. Brejnev sayağı da. Söhbət elə görək. İşlərin necədir, nə var? Məqsədin nədir bura gəlməkdə? Ayıb olsun sizə. Heç xəcalət çəkirsiniz. 3 doğma bacı bir-birinizdən dalaşırsınız. Biz bacanaqların yerinə olsanız nə edərsiniz? Bir-birinizin ətini yeyirsiniz. Amma biz, gör necə mehribanıq, hamı bizə həsəd edər, hamı. Mən Vüsalın sözlərinə qoşuluram. Düz deyir Vüsal. Ayıb olsun sizə. Mən utanıram, Vüsalın üzünə baxmağa utanıram mən. Evet. Ərzan, o 1000 manata görə narahat olma. Onu nə vaxt olsa verərsən. Yox, 1000 manatı demirəm, o yadımdan çıxmışdı. Ona görə demirəm, bu dalaşmaqlarına görə mən sənin üzünə baxa bilmirəm. Utanıram səndən Vüsal. Kızlar, ben bir şey söyleyeceğim size. Siz bu 3 bacı niye kavga edip duruyorsunuz ya? Ha? Heç nəmi söylə.
Səhər-səhər sok içəndə qapağın içindən Fransaya 2 nəfərlik səyahət çıxdı. Xoşbəxt idi Mərdana mən gedəcəyəm. Sevinç dedi Tarıqla mən gedəcəyəm. Mən də dedim ki, Fransaya getməyə ən layiqli namizəd Vüsalla mənəm. Elə bunun üstündə də dalaşdıq. Paris? Düz de Tarık'ta. Ya o Merdan'ı görmedin mi? O kısa boyuyla nasıl kafa vurdu bana ya? Sen var ya. Merdan'ı kaldırıp lüstrdən asanda bilmirdin, Merdan kafa vuracaq sana. Ha Merdan, sen ne vaxtdan köynə çıran olmuşsan ha? Ha? Sen ne vaxtdan qulaq dişləyən olmuşsan, sağ ol. Qulağımı nə günə qoymuşsan? Bütün qan deyə qulağımın yarısı ağzında qalır. Adam kişi olur ha, dişləyir qulağımı. Tarık, görəsən Merdan'ın qırılmış dişi gelip burada qarşında qalmayıb. Merdan. Ha. Məni o yana keç. Ha. Qurban sənə, sən dəqiq dişini uddun. Hayır, ha. Elədim, əməli başda udqunum getdi. Hayda, gəl onu tapda indi. Neçə vaxtdan bəri dırnaq uzadıram, küpək giyən qağı obrazını oynamağa, dırnaqlarımı qırdınız. Necə mədəniyyəti qalmayan insanlarsınız. Tarık bir dəqiqə döz də, axırıncı dırnaqdır, qoy çıxardım. Döz. Gel. Sür oraya bir şey sür. Yo. Çok sağ olun. Bir de oradan çaşkanı da verdi. Çaşkanı verdi. Hə, onu deyirəm də. İndi kompotun qapağını açacağım. Bəlkə bundan bir şey çıxdı. Gözləsən. Alo. Heç nə çıxmadı. Sok qapaqlarından heç olmasa yazılırdı ki, bəxtiniz bir daha sınayın. Bundan heç də çıxmadı. Yaxın. Biraz da yaxın. Daha yaxın. Baş sponsor Baksel. Sponsorlar Min Bərəkət Halal Nemət, Jalə Şirələri, Ülkər Ticarət Markası. Şaşış, ben kapağda faşa çaldım sen bak. Yaşa. Şöyle. Şaka şaka. Bir şambayacağım. Şakayı. Başı pişpattı şöyleyse. Yok, yapamaz.
Sara, gəl mənim otağıma. Sara, deyirəm bu soku sənə çıxıram, bəlkə onda mən Fransaya səyahət tutdum. Hadi, burada açma da, burada çıxsaydı çıxardı da. Sən git öz otağında aç onu. Hə. Bəxtinizi bir dəfəsindəyim. Babaydı sokalarım ben bir de kapattım Fransa'ya səyahət çıxılır. Dəxli yoxdur sana. Sana pul veririm gedirsem paska. 500 lira, 1000 lira, ne kadar soktan varsa alıp getirirsen bura. Ben Fransa'ya səyahət uzmalıyam. Tərdik etdi. Siz o pula gedib Fransa'ya səyahət edə bilərsiniz. Boş danışma. Ama Xusrov, danış görüm xeyirdir gəlməyin. Hə? Nə məqsədin var? Hə? Dedi. Yaxşı. Onda qoy açıq deyim, mən bura niyə və kimə görə gəlmişəm. De. Hə, Marif. Yəqin sən yadında olar. O vaxt mən bir qız istəyirdim, Kübra. O indi hardadır? Hə? Kübra kimdir? Güzel. Sağ ol sana. Gel bir məni də tanıma. Kübra da. Ki mən istəyən qız var deyə sevirdim onu. Kübra. Ona sevgi məktubları yazırdım. Özüm utanırdım aparıb verməyə. Sənə verirdim ki apar ver ona mənim adımdan. Kübra da yadımdan çıxıb. Kübuş. Ha. Öldü də Kübuş. Nə? Ne tanışırsan? Çoktan öldü ya. Bunun qəbrinə ikinci adamı bastırıblar. Ne tanışırsan ay var ya? Kübuş turp kimi kız idi ha? Senin yolunu gözledi. Sen gelip çıkmadın. Yemedi, içmedi. Sınıktı. Öldü de. Hayda. Ne? Gör Kübra mən nə qədər sevirmiş. Ben özüm akşamlar gedirdim onun yanına ki sen sayağını teselli verim ona. Açmırdı kapını. Da bir defa de açmadı kapını. Da yazık ölmeli kız dördü Kübuş'u ha. Da çiğnimde yapardım onu ben Kübuş'u Volçi Varot'ta bastırdım onu. Ne tanışırsın ay Marif. Marif. Ayıp olsun ayıp. Hiç utanırsınız. Hiç abır həya eləyirsiniz. Qırın bir-birimizi. Üç bacı, üç bacanaq. Qırın. Ne var bir dənə Fransaya səyahət tutublar. O boyda advıza mahnılar bəstələnib, şiirlər qoşulub, romanlar yazılıb. Bugün ayın 2'dir de gülüm nanay. Yarın bahçasında 3 gül açılıb. Meyvelerden 3 meyve var, 2 de balam yemel. 3 bacı. Dolma. Anton Pavlovich Çexov. Kısaca atalar 3'ten deyib. 3 muşketör. Göyden 3 alma düştü. Gəlinə, başına 3 daş düşsün. Görüm sən öləsən, 3-ünə gələk. Tabutunu qaldırıb 3 dəfə yerə qoyaq. Sakit ol da, səsi başımıza düşdü. Xırdagül deyil o. Bu dəqiqə mən onu 3 yerə bölüb sizdə baxım deyən. Bizim eyvandan yoxdur. O kimdir mən alsın?
bir dəqiqə sən. Asqırda gül. Az gəlib səni durumu 3 yerə bölərəm ha. Az tanımıram səni. 3 ildir gəlmisən bu məli, 3 köpüklü hörmətin yoxdur. Az ağzını da aşkın bir ha. 3'lü taxtı yoxdursan. Eləmə gəlmisən o başındakı 3 tane tükü də yolum. Bugün səni öldürərəm, sabah hükümü verərəm. Gir içəri. Bax belə gedəsən. Sağ olmamış. Görməyə nə deyir? Hə, bilmirək kim dayanıb qabağımda. Belə olar, get. Get özünə 3 gündən sonra gələrsən, onda bilərsən qənimət kimdir. Yarım saatlıq davalara neçə gedirsən? Saadət, pul məsələsinə mama baxır. Ayıbdır, qonşuluqda. Bu nə səs-küydür? Utanmırsan qənimət? Arvad xeylağın ağzı daşırsa, hiç gözləməzdim. Qənimət, heç səndən gözləməzdim. Ha, bizim evdə belə sözlər işləmir, Qənimət, ayıbdır. Ay qızlar, yaxşında bəsdirin. İndi mən sizlə fransızca danışım. Deyin Fransaya kim getməlidir? Fransaya mən getməliyəm də bu. Məndən var. Yox, bir dəqiqə deyək. Xeyr olur siz gedin. Ona görə ki, soku mən içmişəm. Pardon, monsieur. Pulunu ki mən vermişdim. Nə olsun? Uduşu ki mən tapmışam. Pardon. Bir dəqiqə deyən, o rını yenə işlədi belə özünü göstərmə güyəsən fransızsan, Monsieur, pardon. Mən Parisdə anadan olmuşam. Saint-Germain'də. Atam Almandır, anam Fransız. Yalansan Fransız ki, ilan vursun dilindən. Всё, qərarlaşdıq. Fransaya sənlə mən gedirik Mərdan. Axı, xeyr olmuş be, xeyr olmuş. Xeyrullah qoydu. Parmağınızda görüşüyə görsək. Aynen, nə öz iki dəqiqəsi çəksən. Bizim bağlamız. Sakit! Fransaya səyahətə hansı cütlüyün getməyini mən müəyyənləşdirəcəm. Və salam şüt tamam. Niyə? Elə. Vaxt getdi. Sabah. Mən bilmərəm. Yoldaşım bilər yarışmasında xoş gördük. İyulun 5-i. Saat 21:30'da. İmkan vermədin ki, oyundan həzz alım, xoşbəxt. Mərdan, nə həzz almaq? Biz həzzi burası da alacaq. Space'in efirində. Soyun təqdimatında. Fransa ətriyyatıyla ətirlənib Eyfel qülləsinin başına çıxmaq həvəsi sevgililəri rahat buraxmır. Diqqətli olun, izləyin. 3 bacı olacaq. Təkrarı şənbə və bazar səhər saat 11-də. Mütləq baxın. Açda da ürəyimiz üzüldü ki. Şəpə çıxarmış 5 mal olsun ha. Gülməli olacaq. Çok hoş deyəsən quşladın axı. Allah güldürsün məni. Baş sponsor Baksel, sponsorlar Min Bərəkət Halal Nemət, Jale Şirələri, İlker Ticarət Markası.